Hər kəsə salam, Candlelight günlük vloquma xoş gəlmisiniz. Çölə çıxanda makiyajda nəsə olur, mən də başa düşmürəm, məsələn qəribəlik var. Deməli gəldik Filarmoniyaya, çünki konsert burada baş tutacaq. Bəjetlərimizi taxdıq, sizə ətrafı göstərirəm, boş idi, qonaqlarla gəlməmişdim. Bu arada Filarmoniya mənzərəsi möhtəşəm idi. Bu səhnənin səhər quruluşudur. Burada isə artıq qonaqlar gəldikdən sonrakı mənzərədir, çox qəşəng görünürdü. Məncə hər kəs bir dəfə təcrübə etməlidir. Hava nə qədər qaranlıq olursa, mənzərə də o qədər xoş, şam işıqları da o qədər parlaq olur. Bu arada vaxt çox da keçirdi, yəni necə keçdi hiss olunmurdu. Burada isə səhnənin son görüntüsü. Və beləliklə bu vloqun da sonuna gəldik. Əgər maraqlı olarsa sizin üçün əlavə digər partlarda çəkərəm.